Salam, mən Aygün Qurbanova. Bugün sizə din 1-ci hissə test toplusundan yerin öz ox ətrafında hərəkəti mövzusunun testlərini izah etməyə çalışacağım. Əgər bu videolar sizə faydalı olursa, kanalıma abunə olmayı və videolar haqqında rəy bildirməyinizi xahiş edirəm. Qısa bir reklamdan sonra keçək testlərimizə. Birinci testdə deyir ki, A və B məntəqələri üçün fərqli cəhət. Burada günəş şüalarının düşmə bucağı hər ikisi üçün eynidir. Şimal qütbündən olan məsafə eynidir, çünki ikisi də eyni paralel üzərində yerləşir. Həmçinin ekvatordan məsafədə, amma yerli vaxtları fərqlidir. Cənub qütbündən olan məsafə isə eynidir. Bəli, yerli vaxtları fərqlidir. A daha şərqdədir, orada yerli vaxt daha irəlidədir, B isə qərbdədir. Ona görə bir də doğru cavab D bəndi. 2. Bütün saat qurşaqlarında yerləşən materik. Əgər bir materikin bütün saat qurşaqlarında yerləşməsi lazımdırsa, demək bu materiki bütün meridianlar kəsməlidir. Bütün meridianları kəsən yeganə materik isə Antarktida materikidir. 3. 21 mart tarixində aralarındakı məsafənin bir neçə 100 kilometr olmasına baxmayaraq, İki müxtəlif şəhər arasında saat fərqinin olmamasının səbəbi əlbəttə ki, hər ikisi əgər eyni meridian üzərində yerləşirsə, onlar arasında vaxt fərqi olmur. Baxın, bu xəritədə mən göstərim. Məsəl üçün, bu qırmızı göstərdiyim meridian üzərində yerləşən bütün məntəqələrdə vaxt eynidir. Ona görə də eyni meridian üzərində yerləşirlər. 3-də doğru cavab Y bəndə. Davam edirik 4-dən. 4 artıq hesablama məsələsidir. Buna görə düşünürəm ki, biz lövhədən istifadə edə bilərik. Ümumiyyətlə, meridianlar, saat qurşaqları iki cür olur. Qərb yarımkürəsində yerləşənlər, bir də ki, şərq yarımkürəsində yerləşənlər. Baxın, qərb yarımkürəsində yerləşənlərdə ümumiyyətlə orta meridianı tapmağın qaydası fərqlidir. Şərq yarımkürəsində yerləşənlər üçün orta meridian tapılma qaydası fərqlidir. Əgər məntəqə şərqdə yerləşirsə, onu sadəcə 15-ə bölürük və sadəcə 15-ə bölürük. Və alınan qalıq 7.5-dən böyükdürsə olduğu kimi qalır, kiçikdirsə isə, daha doğrusu böyükdürsə üzərinə 1 əlavə edirik, kiçikdirsə olduğu kimi qalır. Amma məntəqə qərb yarımkürəsində yerləşirsə, eyni prosesi təkrarlayırıq, amma sonda 24-dən çıxırıq. Gəlin dediklərimizi əlbəttə ki, tətbiq edək. Deyir ki, 16-cı saat qurşağı üçün qəbul edilən orta meridian. İlk növbədə deyirik ki, 16-cı saat qurşağı qərbdə yerləşir. Şərqləri çıxacağım indi mən. Qərbdə yerləşir. Şərqləri çıxacağım. Baxın, bir dənə şərq var. Neynirəm? 24-dən çıxıram 16-nı. Edir 8. 8-i də vururam 15-ə, edir 120 qərb uzunluğu. Doğru cavab 4-də D bəndi oldu. 5 ilə davam edirik. Deyir ki, 11-ci saat qurşağı üçün qəbul edilən orta meridian. 11-ci saat qurşağı üçün bu 11 şərqdə yerləşir. 11-i vururam 15-ə. O da edir 165 şərq uzunluğu, yəni A bəndi. Yadınızda saxlayın, 1 ilə 12 arası, baxın 1 ilə 12 arası şərq yarımkürəsində, 12 ilə 24 arası isə qərb yarımkürəsində yerləşir. 12 və 24 isə həm qərb, həm şərq yarımkürəsində yerləşir. İndi bizə deyir ki, 6-cı sualda 13-cü saat qurşağı üçün qəbul edilən orta meridian, bu qərb yarımkürəsində yerləşdiyi üçün mən 24-dən çıxıram 13-ü, bərabər olur 11. 11-i də vururam 15-ə, edir 165, amma qərb uzunluğu. Doğru cavab oldu 6-da D bəndi. 7.
Hansı paralel üzərində 222 kilometr məsafə daha çox yerli vaxt fərqi yaradır? Əlbəttə ki, qütbə daha yaxın olmalıdır ki, daha çox yerli vaxt fərqi yarasın. Qütbə ən yaxın olan məntəqə isə Y bəndidir. 8. Aşağıda verilən paralellərdən hansının üzərində 222 kilometr məsafə daha az yerli vaxt fərqi yaradır? Əlbəttə ki, ekvatora yaxın, elə ekvatorun özü də var. 9. Yeni sutkanın başladığı saat qurşağı, bunu yadınızda saxlayın. 12-ci saat qurşağı, bunu beynəlxalq tarix dəyişmə xətti də adlandırırlar. 22-ci saat qurşağı üçün qəbul edilən orta meridian, əlbəttə ki, qaydamızı hər zaman olduğu kimi yorulmadan tətbiq edirik. 24-dən çıxıram 22-ni, edir 2, bu artıq qərb yarımkürəsində olacaq. 2-ni də vururam 15-ə, o da edir 30 şərq uzunluğu. Doğru cavab 10-da B bəndi. Daha doğrusu, üzr istəyirəm, 30 qərb uzunluğu. Axı 24-dən çıxdıq, ona görə edir Y bəndi. Davam edirik. 11. Cədvəldə müxtəlif məntəqələrin coğrafi koordinatları verilmişdir. Bu cədvələ əsasən 21 martda Bakı ilə ən az yerli vaxt fərqinə malik olan məntəqəni müəyyən edin. Bu vaxtı yadınızda saxlayın. Biz enliyə baxmırıq. Bakıda 50 şərq uzunluğudur. İndi baxaq, 50 şərq uzunluğu ilə ən az fərq olan məntəqə hansı olar? Məsəl üçün, qərbləri çıxıram, çünki əlbəttə ki, qərb isə daha çox fərq olacaq. Burada qalır 52, 55 və 38, 42. 50-dən 38-i çıxıram, 12, 42-ni çıxıram, 8, 50-dən 52-ni çıxıram, 2, 55-i çıxıram, 55-dən 50-ni çıxıram, 5. Demək, doğru cavab, əslində 2 məntəqə seçməliyik. Elə 2 və 3-ü, hər ikisini seçirəm, edir 11-də C bəndi. Amma ən az fərq olan isə biz bunu təyin etdik ki, 3-cü məntəqədir. Bu sual başqa formada da verilə bilərdi. İndi keçək digər bir məsələyə. Deyir ki, yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz oxu ətrafında neçə dərəcə dönür? Baxın, bunu həmişə belə bir üsul deyirəm. 2 saat 40 dəqiqə. Baxın. 2-ni, yəni saatı vururam 15-ə, dəqiqəni isə 4-ə bölürəm. Baxın, sonra da burada toplama işarəsi yazıram. 40 dərəcə. Baxın, bunu əgər yadınızda saxlasaq, sizin üçün çox asan olacaq. Saatı vururam 15-ə aşağısında yazıram, dəqiqəni vururam 15-ə aşağısında yazıram və ortasında isə bir plus işarəsi yazıb toplayıram. Beləliklə rahatlıqla alınır. Digər məsələlərdə də bundan istifadə edə bilərsiniz. İndi 13-cü sual 0 və 24-cü saat qurşaqlarının orta meridianları arasında fərq. Yadınızda saxlayın ki, 0 ilə demək 24 üst-üstə düşür, ona görə aralarında fərq olmur. 14. Ölkə ərazisinin qərbdən şərqə doğru böyük məsafədə uzanması səbəb ola bilər. Əlbəttə ki, burada daha çox saat qurşağının olmasına səbəb ola bilər. 14-də doğru cavab A-dır. 15. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Biri 6, digəri isə 18-ci saat qurşağıdır. Orta meridianlarını tapaq. 6-nı vururam, demək 15-ə edir 90 şərq. 18-də də demək 24-dən 18 çıxıram 6, 6-nı da vururam 15-ə 90 qərb. İndi deyir ki, Greenwich-lə qurşaq vaxt fərqi 6 saatdır. Bu hər ikisindədir. Çünki Greenwich 0-dır. Hər ikisi bir növ deyərdim ki, simmetrik yerləşir. Orta meridianı 90 şərq uzunluğu. Əlbəttə ki, bu 6-ya aiddir. Yeni sutkanı Greenwich meridianına görə daha gec qarşılayır. Bunu yadınızda saxlayın. Qərbdə olan məntəqə daha gec qarşılayır. 3 yarımkürədə yerləşir. Qeyd edim ki, 0, 24, 12-ci saat qurşaqları 4 yarımkürədə, digər bütün saat qurşaqları isə 3 yarımkürədə yerləşir.
Qurşaq vaxtı Bakının qurşaq vaxtından 3 saat irəlidədir. Bakı 3-cü saat qurşağıdır. Bu da 6-cı saat qurşağı olduğu üçün 1-ə uyğun gəlir 6-cı saat qurşağına. ABŞ və Kanadanı kəsir. Bu əlbəttə ki 18-ci saat qurşağı olacaq. 2, 5, 3, 6, 1, 4. 15-də doğru cavab olur C bəndi. 16 ilə davam edirik. Deyir ki, A və B məntəqələri arasında qurşaq vaxtının vaxt fərqi yadınızda saxlayın. Qurşaq vaxtı yalnızca saatla tapırıq. Amma yerli vaxt isə saat plus dəqiqə. Bu düsturu özünüzdə qeyd edin. Qurşaq vaxtı bərabərdir saat. Amma yerli vaxt isə saat plus dəqiqə. İndi dəqiqə olmaya da bilər əlbəttə ki, amma saat plus dəqiqə. Bunu yadınızda saxlayın. Birinci biz nəyi müəyyən edək? A, bir də ki, B məntəqələri. A şərqdə yerləşir və 63 şərq uzunluğunda yerləşir. Çubuqlu bölmədən istifadə edib 15-ə bölürəm. 4 dəfə olur. Qalığı 3-dür. 3 də 7, 10 da 5-dən kiçik olduğu üçün A olur 4-cü saat qurşağı. İndi B-ni tapaq. B 45 qərbdir. Baxın. 45-i bölürəm 15-ə edir 3. Amma qərb yarımkürəsində yerləşdiyi üçün 24-dən 3-ü çıxıram, olur 21-ci saat qurşağı. Bunlar arasındakı fərq də, baxın, bura qədər 3, buradan bura qədər də 4-dür. 3-ün üzərinə 4 gələndə edir 7 saat. Doğru cavab 16-da olur C bəndi. 17. Vaxt fərqi 120 dəqiqə olan A və B məntəqələri arasında məsafəni kilometrlə müəyyən edin. Hər zaman olduğu kimi 120 dəqiqəni bölürük 4-ə, çeviririk dərəcəyə. Edir 30 dərəcə, 30-u da kilometrə çevirmək üçün vururuq 111-ə. 3330 kilometrə bərabərdir. Doğru cavab Y bəndi. 18. A və B məntəqələri arasında yerli vaxt fərqini müəyyən edin. Burada artıq hesablamamız tamamilə fərqli olur. Baxın, A 95 şərq uzunluğudur, B 45 şərq uzunluğu. Eyni yarımkürədə yerləşdiyi üçün mən 95-dən çıxıram 45-i. Edir 50. Daha sonra 50-ni bölürəm çubuqlu bölmə ilə 15-ə. Edir 3 dəfə, 3 dəfə 15, 45-dir, qalır 5. Bu bizim saatımız olur, 3 saat. 5 dərəcəni dəqiqəyə çevirmək üçün 5-i vururam 4-ə, o da edir 20 dəqiqə. Demək, doğru cavabımız olur B bəndi. 3 saat 20 dəqiqə, 18 B. 19-la davam edək. Deyir ki, A, B və C məntəqələrinin hansı saat qurşağında yerləşdiyini müəyyən edin. Əvvəlcə baxaq ki, A, B, C hansı yarımkürələrdə yerləşir. Sadəcə bunlardan C şərq yarımkürəsində yerləşir, digərləri isə qərbdə yerləşir. İndi bir-bir baxaq. A 75-i bölürəm 15-ə edir 5. Qərbdə yerləşdiyi üçün mən neynirəm? 24-dən həmin 5-i çıxıram, edir 19. İndi B-yə baxaq. B 35 qərbdir. 35-i bölürəm 15-ə 2. Qalıq da 5 qalır. Demək 2 olduğu kimi qalır. 24-dən də 2-ni çıxıram, o da edir 22. 45-i də şərq yarımkürəsində olduğu üçün 15-ə bölürəm, o da olur avtomatik 3. Doğru cavab D bəndi. Deyir ki, 20-də artıq bunu çəkməliyəm. Mən bu tip məsələlərdə çox sevirəm ki, şəkli çəkməyi və beləliklə daha yaxşı təsəvvür formalaşır. Deyir, ekvator üzərində 60 şərq uzunluğunda yerləşən A məntəqəsində saat 13:00-dır. 60 şərq uzunluğu, burada da 13:00-dır. Həmin məntəqədən 9990 km şərqdə yerləşən B məntəqəsində yerli vaxtı təyin edin. Əvvəlcə əlbəttə 9990-ı bölürəm 111-ə. Edir 90 dərəcə.
Daha sonra 90 dərəcəni də çevirirəm saata, edir 6 saat. Şərqdə yerləşdiyi üçün nə edirik? 13:00-ın üzərinə gəlirik 6:00. O da edir 19:00. Doğru cavab 20-də Y bəndi. 21. Deyir Bakıda yerli vaxtlar 20:12-dir. Yenə deyirəm, bu tip məsələlərdə heç bir halda şəkil çəkmək üçün, yəni ərinməyin. Bu tamamilə sizin məsələnizin doğru olmasını qarantiləyir. Qeyd edirəm. Bakıda 20:12-dir. Digər şəhərdə, baxın bura qeyd edirəm. 50 şərq uzunluğu 20:12 Bakıda. Digər şəhərdə isə 14:00-dır. Yəni daha geridədir. Bu məntəqədə hansı uzunluqda yerləşdiyini müəyyən edin. 20:12 çıx 14:00 bərabərdir 6:12. İndi hər zaman olduğu kimi mən 6:12-ni dərəcəyə çevirəcəm. 6 saat 12 dəqiqə. Baxın, 6-nı vururam 15-ə 90, 12-ni də bölürəm 4-ə 3. O da edir 93. Həmişə bu formanı yadınızda saxlayın. 50 şərqdən 93 dərəcə qərbə getsək, 43 qərb uzunluğuna çatarıq. O da olur 21-də doğru cavab A bəndi. 22-də deyir ki, Kiyevdə 50 şimal eni 30 şərq uzunluğunda yerləşir. Kiyevdə yerli vaxtla 7:00 olarsa, bu vaxt Londonda yerli vaxtla saatı müəyyən edin. Baxın, Kiyev 50 şimal eni idi. 50 şimal eni 30 şərq uzunluğu. Bakıda isə, Londonda isə 0-dır. Əgər burada 7:00 olarsa, Londonda ondan geridə olacaq. Bəs nə qədər geridə olacaq? 0 ilə 30 arasında 30 dərəcə var. 30-u bölürəm 15-ə 2 saat. Demək 2 saat geridə olacaq. Burada 7:00-dırsa, Londonda 7-2. O da qalır 5:00. Doğru cavab 22-də D bəndi. 23. Meridian istiqamətində şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdi. Bu müddət ərzində yer kürəsi özü ətrafında neçə dərəcəyə dönər? Yadınızda saxlayın. Yer 1 saata 15 dərəcə dönür. 7 saata isə 7 vur 15, yəni 105 dərəcə dönəcəkdir. İndi 24-də baxaq. Deyir ki, A məntəqəsi 6-cı saat qurşağının orta meridianından 6 dərəcə qərbdədir. Aha. 6-cı saat qurşağının orta meridianını tapaq. 6-nı vururam 15-ə edir 90 dərəcə. Baxın, 90 dərəcədən qərb geridir. 6 dərəcə qərbə getsək, 90 şərq uzunluğu. 90-dan da 6 çıxanda edir 84 şərq uzunluğu. Doğru cavab 24-də C. 25. 170 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində 13 fevral saat 16:00-dır. 170 qərb uzunluğunda yerləşən B məntəqəsində bu zaman hansı gün və saat neçə olar? Bu çox maraqlı məsələdir. Əksəriyyətin də çətinlik çəkdiyi məsələlərdən biridir. Bu vaxtda yenə mənim əsas məsələm vizual təhlildir. Baxın, bu 180 dərəcəlik meridiandır və 180 dərəcəlik meridianın yadınızda saxlayın. Sağında, baxın sağında 170 qərbdir. Solunda isə 170 şərqdir. Bunu gözünüzün qabağına gətirin xəritədə. Bu formadadır. İndi 170 şərqdə 13 fevral 16:00-dır.
Biz tapmalıyıq 170 qərbdə necə olar? Əgər qərbdədirsə, yadınızda saxlayın. Saat bir gün geridədir. Çünki qərbdə olan məntəqə şərqdən geridədir. Əgər 180-i keçibsə, demək bir gün geridədir. Bunu yadımızda saxlayaq. Cavabımız ya C olacaq, ya da D olacaq. İndi gəlin baxaq. 170 şərqdən 180-ə gəlsək 10 dərəcə, ondan da 170 qərbə gəlsək 10 dərəcə. Cəmi olur 20 dərəcə. 20-ni bölürəm 15-ə 1. 15, 5, 1 saat. 5-i də vururam 4-ə, edir 20 dəqiqə. Demək, 16:00-ın üzərinə də gəlirəm 1, 20-ni, o da edir 17, 20. Doğru cavab 25-də olur, C bəndi. da deyir ki, xarici ölkədə səfərdə olan dostunuz sizə zəng vurarkən orada yerli vaxtın 14:30 olduğunu söylədi. Həmin vaxt Bakıda 22:50 idi. Dostunuzun olduğu yerin coğrafi uzunluğunu müəyyən edin. Baxın, əslində bizə Bakıdakı vaxtı deməklə çox kömək olur. Bakının uzunluğunu yazıram. Burada 22:50-dir. Həmin yerdə olan dostum isə olduğu yerdə 14:30-dur. Demək, daha qərbdədir həmin məntəqə. Baxın, 14:30 bura qeyd edirəm, bir A məntəqəsi olsun. Hər zaman olduğu kimi mən təsvir etdim və prosesi aydın şəkildə gördüm. 22:50-dən 14:30-u çıxıram. Elə bil ki, dəqiqədən dəqiqəni çıxıram 20. 22-dən də 14-ü çıxanda edir 8:20. Mən həmişəki kimi bu məsələdən istifadə edirəm. 8 saat 20 dəqiqə. 8-i vururam 15-ə 120. 20-ni də bölürəm 4-ə 5. Yəni 125. Bakıdan 125 dərəcə qərbdə olan məntəqə isə olur, demək 125-dən 50-ni çıxıram, 75 qərb uzunluğu. Doğru cavab 26-da olur, D bəndi. 27 ilə davam edək. Deyir ki, bir-birindən 4440 km məsafədə yerləşən A və B məntəqələri arasında neçə dəqiqə zaman fərqi olduğunu müəyyən edin. Gördüyünüz kimi bu A və B məntəqələri ekvator üzərində yerləşirlər. Hər zaman olduğu kimi əvvəlcə kilometrdən dərəcəyə, dərəcədən də dəqiqəyə keçirik. Yəni 4440-ı bölürəm 111-ə. Etdi 40 dərəcə. Biz demişdik 1 dərəcəni yer 4 dəqiqəyə dönür. 40 dərəcəni isə 160 dəqiqəyə. Yəni doğru cavab 27-də D bəndi oldu. Davam edirik 28-dən. Deyir ki, Bakıdan 270 azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 6 saat 52 dəqiqə olan məntəqənin saat qurşağını müəyyən edin. Bakını mən təsvir edirəm. Baxın, 50 şərq uzunluğu. 270 azimut o deməkdir ki, qərbə doğrudur və yerli vaxt fərqi də 6 saat 52 dəqiqədir. 6 saat 52 dəqiqə. 6-nı vururam 15-ə 90. 52-ni də bölürəm 4-ə 13. Toplayanda olur 103. Demək, Bakıdan 103 dərəcə qərbdədir. Niyə? Çünki qeyd olunub ki, 270 azimutdadır. 50 şərqdən də 103 dərəcə qərbdə olan 53 qərb uzunluğudur. Baxın, indi mən 53-ü qalıqlı bölmədən 15-ə bölürəm. Baxaq ki, 53 qərb uzunluğu neçənci saat qurşağıdır? Edir 45.
53'dən də 45 çıxanda olur 8. 8, 8. 7 10 da 5'dən böyük olduğu üçün 3'ün üzərinə 1 gəlirəm, 4. Bu məntəqə də qərb yarımkürəsində yerləşdiyi üçün onun saat qurşağını tapmaq üçün 24'dən çıxıram 4'ü. O da edir 20-ci saat qurşağı, yəni C bəndi. 29'la davam edək. Bakıda yerli vaxtla saat 7:00 olarsa, ondan 2989 kilometr şərqdə yerləşən məntəqədə yerli vaxtla saatı müəyyən edin. Baxın, bu əgər 2989 kilometr şərqdə yerləşirsə, bunda saat daha irəlidə olacaq. İndi baxaq ki, nə qədər irəlidə? Mən qeyd edirəm Bakıda 7:00-da. Əvvəlcə 2989'u çevirək dərəcəyə. Bakıda bilirik də, burada Bakı yazılmasa da əgər 111'ə bölərdik. Amma bizə Bakını qeyd etdiyi üçün bilirik ki, Bakı 40 dərəcəli paralel üzərindədir. 40 dərəcəli paraleldə də 1 dərəcəlik qövsün uzunluğu 85,4'dür. Ona böləndə edir 35 dərəcə. Baxın, indi mən 35 dərəcəni saat və dəqiqəyə çevirirəm. 15'ə bölürəm 2, bu olur 30, qalıq 5, 5'i də vururam 4'ə edir 20. Demək 2 saat 20 dəqiqə. Demək 7:00'dır Bakıda, digəri isə ondan şərqdədir. 7:00'ın üzərinə 2:20 gələndə edir 9:20. Doğru cavab 29'da C bəndi olur. Yenə davam edirik 30'da. Deyir ki, Bakıda yerli vaxtla 18:32'dir. Digər şəhərdə isə 11:00'dır. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. İndi gəlin baxaq Bakı. 50 şərq uzunluğudur. Həmin məntəqədə qərbdədir. 50 şərq uzunluğu. Burada 18:32'dir. Digər məntəqədə isə 11:00'dır. Baxın, 18:32'dən 11:00 çıxanda edir 7:32. Ənənəvi qaydadan mən 7:32'ni çevirəcəm dərəcəyə. 7'ni 15'ə vuranda 105, 32'ni də 4'ə böləndə 8. 105'in üstünə 8 gələndə edir 113 dərəcə. İndi Bakıdan 50 şərq uzunluğundan 113 dərəcə qərbə getsək, olacaq 63 qərb uzunluğu. Doğru cavab olur 30'da B bəndi. 31 ilə davam edək. Deyir ki, əgər 117 şərq uzunluğunda yerləşən Pekin şəhərində yerli vaxtla 12:00 olarsa, bu vaxt London şəhərində yerli vaxtı müəyyən edin. Əlbəttə ki, Londonun koordinatı bilirik ki 0'dır. Pekində isə 117 şərq uzunluğudur və saat 12:00'dır. İndi mən 117'dən 0'ı çıxıram, təbii ki 117 olur. Onu yerli vaxtını tapaq, yerli vaxt fərqini 15, 7 dəfə var, 7 dəfə 15, 105, qalıq olur 12, 12'ni də 4'ə vuranda edir 48 dəqiqə. 7 saat 48 dəqiqə. Demək, London Pekindən 7 saat 48 dəqiqə geridə olacaq. Mən həmişə bu məsələlərdə 12:00'ı 11:60 formasında yazıram. Yəni 11 saat 60 dəqiqə. Eyni belə deyək də mənaya gəlir. 11:60'dan çıxıram 7:48'i, o da edir 4:12. 4:12 doğru cavab 31'də C bəndi. 32 ilə davam edirik. Deyir 24-cü saat qurşağı üçün qəbul edilən orta meridian bu əlbəttə ki 0'dır.
32 də doğru cavab B bəndi. 33 ilə davam edirik. Deyir ki, 28 dərəcə şərq uzunluğunda yerləşən İstanbul şəhərində günəş yerli vaxtla saat 6:10-da çıxır. Bu zaman onunla eyni paraleldə yerləşən 4 qərb uzunluğunda yerləşən Madrid şəhərində yerli vaxtı müəyyən edin deyir. Baxın, bu 4 qərb uzunluğudur Madrid, bu isə 28 şərqdir, bu isə demək İstanbuldur. 28 şərq uzunluğunda 6:10-dur. Biz baxaq ki, 4 qərb uzunluğunda saat neçədir? Biri şərq, biri qərb yarımkürəsindədir. Buna görə də 28-in üzərinə gəlirik. 4-ü edir 32. İndi mən 32-ni böləcəm 4-ə, 15-ə daha doğrusu. 15-ə böləndə 2, 30, qalıq da olur 2. 2 saat, 2-ni də vururam 4-ə, o da edir 8 dəqiqə. 2 saat 8 dəqiqə sonra çıxacaq. Yəni 6 onun üzərinə Madrid şəhərində yerli vaxtla saatı müəyyən edin. Daha doğrusu 6:10-dan çıxıram bu vaxtı müəyyən etmək üçün. 2:08-i o da edir 4:02. Yəni 33-də doğru cavab Y bəndi. Elə bil ki, İstanbul irəlidədir. Madrid isə daha geridədir, qərb yarımkürəsində yerləşdiyi üçün. 34 ilə davam edirik. Deyir ki, ekvator üzərində yerləşən, aralarında yerli vaxt fərqi 4 dəqiqə olan iki şəhərin bir-birindən xəritədə 66,6 santimetrlik məsafə ayırır. Bu xəritənin miqyasını tapın. Baxın, bizim xəritədəki məsafəmiz 66,6 santimetrdir. İndi həqiqi məsafəni tapaq. 12 dəqiqə bölürəm 4-ə edir 3 dərəcə. 3 dərəcəni də kilometrə çevirəndə vururuq 111-ə. O da edir 333 kilometr. Və burada yazıram ki, həqiqi məsafə miqyası tapmaq üçün həqiqi məsafəni bölürəm xəritədəki məsafəyə. Yəni 333-ü 66,6-ya bölürəm. O da edir 5. 5-in yanına da 5 0 əlavə edəndə doğru cavab 34-də olur A bəndi. 35 ilə davam edirik. Deyir ki, A və B məntəqələrinin hansı saat qurşağında yerləşdiyini müəyyən edin. Əvvəlcə müəyyən edək ki, hansı yarımkürələrdədir. A məntəqəsi qərb yarımkürəsindədir. Baxın, daha doğrusu şərq yarımkürəsində. Çünki Qreenwichdən sağdadır. B isə qərb yarımkürəsindədir. 65-i 15-ə bölürəm qalıqlı şəkildə. Edir 4. 4-ü 15-ə vuranda 60. Qalıq 5-dir. 7 onda 5-dən kiçik olduğu üçün olduğu kimi qalır. Demək A 4-cü saat qurşağıdır. B isə, baxın, cavabımız ya A-dır ya Y-dir. B qərbdə yerləşdiyi üçün 30-u bölürəm 15-ə edir 2. Amma, baxın, qeyd elədik ki, qərb yarımkürəsi. Qərb yarımkürəsində olduğu üçün 24-dən çıxıram 2-ni, o da edir 22-ci saat qurşağı. 35-də doğru cavab olur Y bəndi. 36 ilə davam edirik. Aha, deyir ki, 0 uzunluqda yerləşən Londonla Bakı şəhəri arasında yerli vaxt fərqi. Bunu əslində şəkil çəkməyə ehtiyac duymuram. Çünki Londonun uzunluğu 0-dır, Bakıda da 50-dir. Yəni aralarında 50 dərəcə fərq var. 50-ni bölürəm 15-ə edir 3.
Bu olur 3 saat 45. Qalığımız olur 5. 5'i də vururam 4-ə, edir 20 dəqiqə. Demək, yadınızda saxlayın. Londonla Azərbaycan arasında, yəni Bakı arasında vaxt fərqi, yerli vaxt fərqi 3 saat 20 dəqiqəyə bərabərdir. İndi davam edirik 37-dən. Deyir ki, Bakıda 21 mart tarixində yerli vaxtla 2:20-dir. Londonda hansı gün və yerli vaxtla saat neçədir? Baxın, əslində əvvəlki məsələdə müəyyən etdik ki, bunlar arasındakı fərq demək 3:20-dir. Demək 2:20-dən çıxıram 3:20-ni. O da edir 23:00. Yəni əvvəlki gündən 24 saatda götürürəm 23:00. Amma 20 mart 23:00. Çünki əvvəlki günü artıq biz burada, yəni əvvəlki gün yaşanır. İndi 38-də davam edək. Burada da qurşaq vaxtı soruşur. Biz demişdik ki, qurşaq vaxtı sırf saatladır. Amma yerli vaxt saat plus dəqiqə. Çox rahat şəkildə bunların hər birinin yerləşdiyi saat qurşağını tapacağıq. A 76 şərq uzunluğudur. Baxın, 76-nı bölürəm 15-ə, edir 5. Qalıq da 1. 75, qalıq da 1. Demək, A məntəqəsi 5-ci saat qurşağındadır. İndi B-ni də müəyyən edək. 39, 15-ə bölürəm, edir 2, 30, qalıq olur 9. 9, 7 onda 5-dən böyük olduğu üçün 2-nin üzərinə mən 1 əlavə edirəm. Bu da olur 3. Demək, B-də 3-cü saat qurşağı. Bunlar arasındakı fərq də, baxın, 5 çıx 3 bərabərdir 2 saat. Yəni, 38-də doğru cavab olur D bəndi. İndi 39-la davam edək. Deyir ki, Günəş Qrinviç meridianından 5 saat əvvəl üfüqdə göründüyü halda ikinci məntəqədə 3 saat gec görünür. Bu məntəqələr arasında coğrafi uzunluq fərqini müəyyən edin. Biri 5 əvvəldir, biri 3 saat geridir. Bu da olur 8, yəni 5 plus 3 bərabərdir 8. Onu da dərəcəyə çevirəndə 8-i vururam 15-ə, edir 120 dərəcə. Yəni, doğru cavab 39-da C bəndi. İndi 40-la davam edirik. Deyir ki, Bakıda yerli vaxtla 12:00-dır. Mən bunları qeyd edim. 50 şərq uzunluğu 12:00-dır. 270 azimutla uçan təyyarə 3 saat sonra yerə indiyi məntəqədə yerli vaxtla 12:00-dır. Aha, bu məntəqənin yerləşdiyi deyir, saat qurşağını müəyyən edin. Bu məntəqə Bakı 3-cü saat qurşağındadır. Baxın, Bakı 3-cü saat qurşağındadır. Bu 3 saat qərbə gedib, yenə 3 saat sonra endiyi məntəqədə də eyni saatdırsa, demək, həmin məntəqə 0-cı saat qurşağında yerləşir. Doğru cavab olur 40-da B bəndi. Davam edirik 41-dən. Deyir ki, müşahidəçinin Bakı şəhərindən 0 azimutla 4440 kilometr yol gedərək çatacağı məntəqənin coğrafi koordinatları və yerləşdiyi saat qurşağını müəyyən edin. Bakını mən qeyd edirəm ki, 40 şimal enliyidir. Və 40 şimal enliyindən 0 azimutla şimala doğru nə qədər getməliyik? Ona baxaq, 4440-ı bölürəm 111-ə. O da edir 40 dərəcə. Əgər şimala doğru 40 dərəcə getsək, çatarıq 80 şimal enliyinə. Uzunluğu isə olduğu kimi qalır. Baxın, 80 şimal enliyi demək 50 şərq uzunluğu. Aha, Bakıda 3-cü saat qurşağında yerləşir. Doğru cavab olur D bəndi 41-də. 42. Aha, maraqlı bir sualdır.
Gəlin birlikdə hissə-hissə birinci oxuyaq və anlamağa çalışaq ki, bu məsələ bizdən nə istəyir? Bakıda yerli vaxtlar 4:28-dir. Ondan cənub-qərbdə yerləşən yay gündönümündə günəş şüalarının günorta 36.5 dərəcə bucaq altında düşdüyü A məntəqəsində 20:36-dır. A məntəqəsinin yerləşdiyi saat qurşağını və onun coğrafi koordinatlarını müəyyən edin. Baxın, qeyd eləyək ki, bu bir A məntəqəsidir. Bakıda 4:28-dir. 4:28-dir. A məntəqəsi ondan demək, cənub-qərbdə bir yerdə yerləşir və 20:36-dır. Əlbəttə ki, neyniyəcək? 20:36-dan çıxıram 4:28-i. O da bərabərdir 16:08. Əslində bunu belə də edə bilərik ki, 12-yə çatmaqla bu məntəqə hardasa bu yerdə bir yerdə yerləşir. Baxın, ortada Greenwich var. Greenwichi keçməklə onlar arasındakı saat fərqini rahatlıqla müəyyən edə bilərik. Greenwichi keçməklə. Baxın, 20:36 hardasa bir cənub-qərbbdədir. Burada da 4:28-dir. 20:36-dan 24-ə qədər, baxın, 3 saat 24 dəqiqə var. Yəni 3 saat 24 dəqiqə var. Digəri isə 4:28-dir. O da edir 7, 24-ün üstünə 28 gələndə də 52. İndi mən 7:52-ni çevirəcəm dərəcəyə. 52-ni dərəcəyə çevirəcəm. 7-ni vururam 15-ə. Bunu da bölürəm 4-ə. 105 plus 13 edir 112. Bakıda 50 şərq uzunluğundadır. Baxın, 50 şərq uzunluğundadır. Bunlar arasındakı dərəcə fərqi də 112 yox, 118 dərəcəyə bərabərdir. 105-in üstünə 13 gələndə edir 118. 118 dərəcəyə bərabərdirsə, 50 şərqdən 118 dərəcə qərbdə yerləşən məntəqə olur 68 qərb uzunluğu. Əslində artıq biz uzunluğu tapdıq. Əslində bir dənə variantdadır, amma yenə də digər cavabları tapmağa çalışaq. İndi baxaq ki, 68 qərb uzunluğu neçənci saat qurşağında yerləşir? Düşünürəm ki, bunları artıq siz qeyd etdiniz. Biz məntəqəni tapdıq ki, 68 qərb uzunluğudur. İndi baxaq, 68-i bölürəm 15-ə. Edir 4, qalıq 8-dir. 7 15-dən böyük olduğu üçün 4-ün üzərinə 1 gəlirəm. Edir 5. 24-dən də çıxıram 5-i. Edir 19. Demək, 19-cu saat qurşağı. İndi enliyi də tapaq. Deyir ki, yay gündönümündə günəşin günorta vaxtı düşmə bucağı 36.5-ə bərabərdir. 90 çıx enlik. Yay gündönümündə günəş 23.5-də zenitdədir. 23.5-də. Plus 23.5 bərabərdir 36.5. 36.5. 90-ın üzərinə 23.5 gəlib 36.5-i çıxaq. 90 plus 23.5 çıx 36.5. O da edir enlik bərabərdir 77 şimal enliyə. Baxın, bu variantı götürmürük. Niyə? Çünki məsələmizin şərtinə uyğun gəlmir. Burada deyir ki, cənub-qərbdə olmalıdır. Bizim tapdığımız məsələ oldu şimalda. İndi gəlin digər variantı yoxlayaq düstura əsasən.
90 çıx enlik çıx 23 onda 5 bərabərdir 36 onda 5. Enlik də bərabərdir 30 cənub enliyi. Doğru cavab olur 42-də B bəndi. 43 ilə davam edirik. Deyir ki, Bakıda 10:00 olarsa, bəs ondan 75 şərqdə və 75 qərbdə olan məntəqələrdə saat neçədir? Əvvəlcə baxaq ki, 75 dərəcə neçə saatdır? 75-i bölürük 15-ə edir 5. Demək, əgər şərqdədirsə, ondan 5 saat irəlidə, yəni 15-dir. Qərbdədirsə, ondan 5 saat geridə, yəni 5-dir. Doğru cavab 43-də A bəndi. 44 ilə davam edək. Deyir ki, əgər 117 şərq uzunluğunda yerləşən Pekin şəhərində 117 şərq uzunluğu da yerləşən Pekin şəhərində 10:00 olarsa, London və Bakı şəhərində saat neçə olar? London demək 0-dır, Bakıda 50-dir. Bunları baxaq ki, saat neçə olar? Birinci London tapaq. Əlbəttə ki, 117-dən 0 çıxanda edir 117. 15-ə qalıqlı bölək 7. 105 o da edir 12. 12-ni də 4-ə vuranda 48. Demək, 7 saat 48 dəqiqə. 10:00 yazıram 9 saat 60 dəqiqə şəklində. Ondan da çıxıram 7:48-i, o da edir 2:12. 2:12. Demək, mən artıq Londondakı saatı tapdım 2:12. Biz bilirik ki, Bakı ilə London arasında 3 saat 20 dəqiqə fərq var. 3 saat 20 dəqiqə 50 dərəcə var. Bu da 3 saat 20 dəqiqə edir. 2:20 12-nin üstünə də 3:20-ni gələndə o da edir 5:32. Doğru cavab olur B bəndi. İndi davam edirik 45-ci məsələ ilə. Deyir ki, coğrafi koordinatları 58 dərəcə şimal enliyi, 132 qərb uzunluğu olan A məntəqəsində yerli vaxtla 13:40-dır. Bu zaman 31 şimal enliyi, 7 qərb uzunluğu da yerləşən B məntəqəsində yerli vaxtla nə qədərdir? Baxın, bunu yenə təsvir edəcəm mən ki, səhvliyimiz olmasın. Bu olsun 31 şimal, bu 58 şimal, biri 132 qərbdir, biri də 7 qərbdir. Bu olsun 7 qərb, bu da 132 qərb. İndi, demək, 58, 132, baxın bu bir məntəqədir, A məntəqəsidir. 7 qərb 31 şimalda, bu da B məntəqəsidir. İndi deyir ki, A-da 13:40-dır. 13:40-dır. Bu zaman B məntəqəsində yerli vaxtla neçə olar? B məntəqəsi daha irəlidə olacaq. Bunu bir yadımızda saxlayaq ki, B daha şərqdədir. Eyni yarımkürədə olduğu üçün 132-dən 7-ni çıxıram, edir 125 və 125-i də qalıqlı bölək 15-ə. Edir 8, 120, 5, 5-i də vururam 4-ə, edir 20. Demək, 8 saat 20 dəqiqə B daha irəlidədir. 13:40-ın üzərinə gəlirəm 8:20-ni, o da edir demək 21, 22:00. Doğru cavab olur 45-də C bəndi. 46-cı suala davam edək. Deyir ki, vaxt fərqi 1 saat 20 dəqiqə olan
A və B məntəqələri arasındakı məsafə xəritə üzərində 22,2 sm-dir və xəritənin miqyasını müəyyən edin. Əlbəttə ki, biz həmişə olduğu kimi bizə verilənləri yazırıq ki, xəritədəki məsafə bərabərdir 22,2 sm və 1 saat 20 dəqiqəni dərəcəyə çevirək, 15-ə vururuq, 20-ni bölürük, 4-ə edir 5, 15-in üzərinə 5 də gələndə edir 20 dərəcə və həqiqi məsafəni tapanda 20-ni vururuq 111-ə, o da edir 2220 kilometr və miqyasda tapan zaman həqiqi məsafəni, yəni 2220-ni bölürük xəritədəki məsafəyə 22,2-yə, o da edir demək 100. 100-ün yanında 5 sıfır əlavə etdiyimiz təqdirdə olur C bəndi. 47-ci sualda isə deyir ki, vaxt fərqi 2 saat 40 dəqiqə olan A-B məntəqələri arasında məsafə 1 bölünsün 20 milyon miqyaslı xəritədə neçə santimetr olduğunu müəyyən edin. Gəlin baxaq. Demək, miqyasımız 200 kilometrdir. 200 kilometr. Həqiqi məsafəni mən belə tapacağam. 2 saat 40 dəqiqə. Buradan 30, 15-ə vururam. 4-ə bölürəm. 10, toplayanda isə 40 olur. 40-ı da vururam 111-ə, o da edir 4440 kilometr. Bizdə miqyas da var, həqiqi məsafə də var. Xəritədəki məsafəni asanlıqla tapa bilərik. 4440-ı bölürəm 200-ə, o da edir demək 22,2 santimetr. 22,2 santimetr, yəni D bəndi. 48 ilə davam edirik. Məntəqələrin hansında gecə və gündüzün uzunluğu arasında fərq il boyu çox az olur. Bu əlbəttə ki, ekvatora yaxın olan ərazilərdir ki, baxın, bu ərazilərdir 1, 4, 5, 8, yəni D bəndi gecə və gündüz arasında fərq az olur. Hətta ekvatorda ümumiyyətlə fərq olmur. 12 saat gecə, 12 saat gündüz olur. Növbəti sualda da deyir ki, məntəqələrin hansında gecə və gündüz arasında, gecə və gündüzün uzunluğu arasında fərq il boyu daha böyük olur. Burada da əlbəttə ki, biz qütbə yaxın olan məntəqələri seçirik. 1, 2, 6 və 7. 1, 2, 6 və 7. Doğru cavab 49-da Y bəndi. 50 ilə davam edirik. Deyir ki, 22 iyunda gecənin uzunluğunun azalmasına görə məntəqələrin sırasını müəyyən edin. 22 iyundur gecənin uzunluğunun azalması. 22 iyunda ən çox gecə əlbəttə ki 6-cı məntəqədə olacaq. Baxın burada. 6-dan sonra 5, 3, yəni bu şəkildə belə davam edirik cənubdan şimala doğru. O da 50-də olur D bəndi. 6, 5, 3, 4, 2, 1. 51. 51-də deyir ki, yerli və qurşaq vaxtı eyni olan məntəqə. Bunu dəftərlərinizə zəhmət olmasa qeyd edin ki, 15-ə qalıqsız bölünən dərəcələrin yerli və qurşaq vaxtı üst-üstə düşür. Baxın, olacaq Y bəndi, D bəndi, D-də 60 qərbdir, Y-də 30 qərbdir. A deyil, B deyil, 20 şərq, 40 şərq, bir də ki C-dir, 60 şərq. Bunlar 15-ə qalıqsız bölünür. D, E, C. Doğru cavab 51-də D bəndi. 52. Deyir ki, 21 martda 70 şərq uzunluğunda çıxan günəş 12 saat sonra hansı coğrafi uzunluqda batar? Burada əslində bizə
Çox maraqlı bir ipucu verib ki, 21 mart günü. 21 mart günündə 12 saat gecə, 12 saat gündüz olur. Ona görə əgər günəş 70 şərq uzunluğunda çıxıbsa, elə 12 saat sonra da 70 şərq uzunluğunda da batacaq. Ona görə doğru cavab 52-də A bəndə olur. 53. Bunu da düşünürəm ki, yazaq. Deyir ki, A məntəqəsi ikinci saat qurşağının orta meridianından 12 dərəcə qərbdədir. Demək, neyinirik? 2-nin orta meridianı tapırıq ki, 30 dərəcə. Əgər qərbdədir deyirsə, onda 12-ni çıxırıq. O da edir 18 şərq uzunluğu. Yəni A məntəqəsi 18 şərq uzunluğunda. B məntəqəsi A-dan şərqdə 160 dəqiqə vaxt fərqinə malikdir. 18 şərqdən, baxın bura qeyd edirəm, 160 dəqiqə. 160-ı çevirirəm dərəcəyə, o da edir 40 dərəcə. 18 şərqdən 40 dərəcə şərqə doğru gəlsək, o da edir 58 şərq uzunluğu. A və B məntəqələrinin yerləşdiyi saat qurşaqlarını tapın. Demək, B olur 58 şərq, A da olur 18 şərq. 18-i 15-ə bölürük, 1 olur, qalıq da 3. Demək, A birinci saat qurşağındadır, 0 deyil. İndi baxaq 58 şərq uzunluğu neçənci saat qurşağında yerləşir. Bölürəm 15-ə 3. 45, qalıq olur 13. 7 onda 5-dən böyük olduğu üçün üzərinə 1 əlavə edirəm. O da olur 4. Doğru cavab olur B bəndi. Yəni 1 və 4-cü saat qurşaqları. 54 ilə davam edirik. Deyir ki, A məntəqəsi 21-ci saat qurşağının orta meridianından 11 dərəcə qərbdə, B məntəqəsi A məntəqəsindən şərqdə 220 dəqiqə vaxt fərqinə də yerləşir. A və B məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını müəyyən edin. Müəyyən edək. Əvvəlcə 21-ci saat qurşağının orta meridianını tapaq. 24-dən çıxıram, 21-i edir 3. 3-ü vururam 15-ə, edir 45 qərb uzunluğu. 45 qərb uzunluğu. İndi baxın bura 45 qərb uzunluğundan 11 dərəcə qərbə gedirəm. Əlbəttə ki, bu hara olacaq? 56 qərb uzunluğu. Bunu da qeyd edirəm ki, bu bizim 56 qərb uzunluğumuz A məntəqəmizdir. B isə A-dan şərqdə yerləşir. Nə qədər şərqdə? 220 dəqiqə. 220-ni bölürəm 4-ə, edir 55 dərəcə. 56 qərbdən 55 dərəcə şərqə getsək, çatırıq 1 qərb uzunluğuna. İndi biz tapmalıyıq ki, A-nın və B-nin yerləşdiyi saat qurşaqları. Hər ikisi qərb yarımkürəsindədir. Bunu yadımızda saxlayaq. Demək, 56-nı bölürəm 15-ə. 15-ə. Edir 3, 45, qalıq olur 11. 7 onda 5-dən böyük olduğu üçün üzərinə 1 gəlirik. 24-dən də 4-ü çıxanda edir 20. Ya cavabımız A-dır, ya da ki B-dir. İndi bir qərb uzunluğu da, baxın, 24-cü saat qurşağına düşür. 24-0, yəni bu saat qurşağına düşür. O da olur doğru cavab 54-dən A bəndi. 55 ilə davam edək. Düşünürəm ki, 55-i elə sxemin üzərində etsəm daha yaxşı olar. Deyir, A nöqtəsi, səyyah A nöqtəsindən 0 azimutla 6660 km, sonra 270 azimutla 5124 km getdi və səyyahın çatdığı nöqtənin koordinatlarını və həmin nöqtə ilə A nöqtəsi arasında yerli vaxt fərqini hesablayın. Baxın, bu A nöqtəsindən mən 0 azimutla
6660 kilometr 60 dərəcədir. 20 cənubdan 60 dərəcə şimala getsəm, çatacağam 40 şimala. İndi buradan da baxın, qərbə doğru gedirəm. Nə qədər? Onu tapmaq üçün 5124-ü bölürəm 85 onda 4-ə. 5124 böl 85 onda 4, o da edir 60 dərəcə. 30 şərqdən 60 dərəcə qərbə getsək, çatırıq 30 qərb uzunluğuna. Məntəqəmizin çatdığı, belə deyək də, koordinat budur. 40 şimal enliyi, 30 qərb uzunluğu. 40 şimal, 30 qərb uzunluğu. İndi gəlin arasındakı vaxt fərqinə baxaq A məntəqəsi ilə. A 30 şərqdədir, həmin məntəqə də 30 qərbdədir. Arasındakı məsafə olur 60 dərəcə. 60-ı da 15-ə böləndə edir 4 saat. Yəni, doğru cavab olur A bəndi. İndi davam edirik. Deyir ki, ekvator üzərində A məntəqəsi 110 şərq uzunluğundadır. B məntəqəsi A-dan 3996 km şərqdədir. C məntəqəsi isə 8991 km qərbdədir. B və C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını müəyyən edin. Ekvatoru mən çəkirəm, gördüyünüz kimi, və buradakı ekvatorun üzərində 110 şərq uzunluğunda qeyd edirəm. 110 şərq uzunluğu. Deyir ki, bu A məntəqəsidir. Baxın, bu A məntəqəsidir. Və B A-dan 3996 km şərqdədir. 3996-nı bölürəm 111-ə. Yəni, daha şərqdə yerləşdiyi üçün, həm də ki, bunları bir-bir belə deyək də çeviririk. 111-ə böləndə edir 36 dərəcə. 110 şərqdən şərqə doğru 36 dərəcə getsə, 110 üstünə 36 gəlirəm, edir 146 şərq uzunluğu. Bunu tapdıq ki, B məntəqəsi buradadır. İndi deyir ki, C məntəqəsi 8991 km qərbdədir. 8991-i bölürəm 111-ə. O da bərabərdir. 8991 böl 111. O da edir 81 dərəcə. Aha. 110-dan da 81 dərəcə qərbə getsək, 110-dan çıxıram 81-i. O da edir 29 şərq uzunluğu. 29 şərq uzunluğu. Bu da olur bizim C məntəqəmiz. İndi bunların yerləşdiyi saat qurşağını tapaq. B və C-nin. B 146 şərq uzunluğudur. 146-nı bölürəm 15-ə. Demək, 9 dəfə olanda olur 135, qalıq 11. 7-15-dən böyük olduğu üçün üzərinə 1 gəlirəm, edir 10. Demək, B 10-cu saat qurşağıdır. B və Y bəndi uyğun gəlir. İndi baxaq ki, 29 şərq uzunluğu neçənci saat qurşağıdır? 29-u bölürəm 15-ə 1. 14 qalıqdır. 7-15-dən böyük olduğu üçün üzərinə 1 gəlirəm. O da edir 2. Doğru cavab 56-da olur Y bəndi. 57. Yerin coğrafi qütblərinə aid olmayan əlamətlər. Bütün meridianlar coğrafi qütblərdə birləşir, düzdür. Yerin öz oxu ətrafında fırlanması zamanı ən böyük çevrəcidir. Xeyr, ən kiçik çevrəcidir. Hətta onlar hərəkətsiz nöqtələrdə aid olmayan variant olur 57-də B variantı. Digər variantlara da baxaq. Ekvatordan eyni məsafədə yerləşir. Bəli. Yerin xəyali oxunur. Onun səthi ilə kəsişdiyi nöqtələrdir. Bəli. Yerin fırlanması zamanı praktiki olaraq hərəkətsiz nöqtələrdir. Bəli. Bu haqda da dedik ki, yəni hərəkətsizdir. Ən böyük sürəti isə ekvatorda A alır.
İndi davam edirik. A-nın deyir coğrafi koordinatları 64 şimal enliyi, 81 şərq uzunluğudur. B-nin 10 cənub enliyi, 24 qərb uzunluqda. Əslində bizim burada enliklərlə heç bir əlaqəmiz yoxdur. Bu məntəqələrin hansı saat qurşağında yerləşdiyini və onlar arasında qurşaq vaxt fərqini müəyyən edin. Demək, qurşaq vaxtı olanda biz sadəcə və sadəcə saatla tapacağıq. Gəlin baxaq. 81 birinci A-ya baxaq. Bölürəm 15-ə. Qalıqlı 5 dəfə 75 qalıq olur 6. 7 onda 5-dən böyük olduğu üçün, kiçik olduğu üçün olduğu kimi qalır. Demək, A 5-ci saat qurşağıdır. İndi gəlin B-yə baxaq. B-də 24 qərb uzunluğudur. Bölürəm 15-ə 1, 9 qalıq qalır. 7 onda 5-dən böyük olduğu üçün üzərinə 1 gəlirəm 2. Amma və lakin məntəqəmiz qərb yarımkürəsində yerləşdiyi üçün 24-dən çıxıram 2-ni, o da edir 22. Demək, 5, 22. İndi bunlar arasındakı fərqə baxaq. 2 burada, 5 də burada, cəmi 7 saat qurşaq vaxt fərqi olur. Ona görə 58-də doğru cavab olur. C bəndi. 59-la davam edirik. Yenə bunların A məntəqəsinin koordinatları verilib. 42 şimal enliyi, 54 şərq uzunluğu. B-də 33 cənub enliyi, 16 qərb uzunluğu. Hansı saat qurşağında yerləşdiyini və onlar arasında yerli vaxt fərqini tapacaq. Yəni saat plus dəqiqə formasında bunu qeyd edeyim. İndi baxaq. 54 şərq uzunluğu. Yenə 15-ə bölürəm. Edir 3. 45, o da olur 9. 7 onda 5-dən böyük olduğu üçün üzərinə 1 gəlirəm 4. Demək, A 4-cü saat qurşağıdır. D-ni çıxdım. Digəri 16 qərb uzunluğudur. Baxın, 16-nı 15-ə böləndə 1 qalır 1. 1 olduğu kimi qalır. Qərb yarımkürəsində yerləşdiyi üçün 24-dən çıxıram 1-i, edir 23. Aha, 23. Hələ ki cavab A bəndi kimi görünür. İndi vaxt fərqini tapaq. Baxın, biri 54 şərqdir. Baxın, qeyd edirəm. 54 şərq. Digəri 16 qərbdir. Bunları toplayırıq. Edir 70. 70-i 15-ə qalıqlı bölsək, 4, 60, 10, onu 4-ə vuranda da 40. Demək, 4 saat 40 dəqiqə. Doğru cavab 59-da A-dır. İndi 60 tip məsələlərə baxaq. Burada konkret surətdə biz bunu çəkərək çox rahat şəkildə müəyyən etməyə çalışacağıq. Deyir ki, təyyarə coğrafi koordinatları 40 cənub enliyi, 142 şərq uzunluğu olan A məntəqəsindən 90 dərəcə azimutla 90 dərəcə uçduqdan sonra B məntəqəsində yerə enmişdir. B məntəqəsinin yerləşdiyi saat qurşağını və coğrafi koordinatlarını müəyyən edin. Demək, 142 şərq uzunluğu, 40 cənub enliyi. A məntəqəsi, bu A məntəqəsidir. Bundan 90 azimutla, yəni şərqə doğru 90 dərəcə getsək, hara çatarıq? Bu çox maraqlı bir sualdır. Baxaq, hara çatarıq? Biz, baxın, 38 dərəcə getsək, çatarıq 180-ə. İndi biz növbəti yolumuzu gedəcəyik qərb yarımkürəsində. Ümumi nə qədər getməli idi? Ümumi 90 dərəcə getməli idik. Ümumi 90, 38 getmişik. 90-dan 38 çıxanda edir 52. 52 dərəcəni də qərb yarımkürəsində getməliyik. Ona görə də 180-dən 52-ni çıxırıq. O da edir 128 qərb uzunluğu. 40 cənub enliyi, 128 qərb uzunluğu. Saat qurşağını da tapmaq üçün 128-i bölürəm 15-ə, edir 8, 120,
Demək 8 7.5-dən böyük olduğu üçün üzərinə 1 gəlirəm 9. Qərb yarımkürəsində yerləşdiyi üçün 24-dən çıxıram 9-u, o da edir 15. Elə doğru cavabı əslində düz tapmışıqmış, B bəndi olur. Yenə analoji bir sualla davam edirik. Deyir ki, təyyarə coğrafi koordinatları 40 cənub enliyi, 143 şərq uzunluğu olan A məntəqəsindən 90 dərəcə azimutla 90 dərəcə uçduqdan sonra B məntəqəsində yerə enmişdir və B məntəqəsinin coğrafi koordinatlarını və saat qurşağını müəyyən edin. Demək 40 cənub enliyi, 143 şərq uzunluğu, şərqə doğru 90 azimutla 90 dərəcə ümumi yol getməlidir. Baxın, yenə 180-ə çatırıq və növbəti yolumuzu qərb yarımkürəsində davam edəcəyik. 37 dərəcə getsək, 180-ə çatırıq 37 dərəcə. Daha sonra axı biz ümumi 90 getməliyik. Nə qədər yolumuz qalır? Əlbəttə ki, 53 dərəcəmiz qalır. 53 dərəcəni də qərb yarımkürəsində gedirik. 180-dən də 53 çıxanda edir 127 qərb uzunluğu. Aha. Demək, koordinatımız 127 qərb uzunluğu, 40 cənub enliyi. 40 cənub enliyi, 127 qərb uzunluğu. Aha, Y bəndinə hardasa uyğun gəlir. Yenə yerləşdiyi demək, saat qurşağını tapaq. 127-ni bölürəm 15-ə 8, 120, qalıq 7-dir. 7 15-dən kiçik olduğu üçün olduğu kimi qalır. 8 olur cavab. Qərb yarımkürəsində yerləşdiyi üçün 24-dən 8 çıxıram. O da edir 16. Doğru cavab 61-də Y bəndi. 62 ilə davam edirik. Deyir ki, müşahidəçi A şəhərindən Günəşin Bakıya nisbətən 5 saat 20 dəqiqə gec çıxdığını görmüşdür. Aha. Bu məntəqənin coğrafi uzunluğunu müəyyən edin. Baxın, Bakının uzunluğu 50 şərq uzunluğudur. Bu əgər gec çıxırsa, Bakıdan qərbdədir. Amma nə qədər qərbdə? 5 saat 20 dəqiqə. 5-i vururam 15-ə, 75. 20-ni də bölürəm 4-ə, edir 5. 75-in üstünə 5 gələndə edir 80. 50 şərqdən 80 dərəcə qərbə getsək, o da olur 30 qərb uzunluğu. Doğru cavab 62-də B bəndi olur. 63 ilə davam edək. Bu da maraqlı sualdır. Deyir ki, bunu əslində istifadə edə bilərik. Səyyah Günəşin Bakıya nisbətən 5 saat tez çıxdığını görüb və bu şəhərin coğrafi uzunluğunu müəyyən edin. Bakının uzunluğu 50 şərq uzunluğudur. Onun əgər tez çıxırsa, Bakıdan şərqdədir. 5 saatı da dərəcəyə çevirəndə edir 75. 50-nin üzərinə də 75 gələndə olur 125 şərq uzunluğu. Doğru cavab demək olur A bəndi. Aha, doğru cavab olur A bəndi. İndi 64 ilə davam edək. Deyir ki, ekvator üzərində aralarında yerli vaxt fərqi 30 dəqiqə olan məntəqələr arasındakı məsafə 1/2 milyon miqyaslı xəritə üzərində neçə santimetr olar? Burada söhbət ekvator üzərindən gedir və 32 dəqiqədir. 32-ni bölürəm 4-ə, edir 8 dərəcə. 8-i də vururam 111-ə, edir 888 kilometr. Bu da bizim həqiqi məsafəmizdir. Miqyasımız isə 20 kilometrdir.
Buna əsasən biz xəritədəki məsafəni müəyyən edək. 888-i bölürəm 20-yə. Demək, o da edir 44,4 santimetr. Yəni 64-də doğru cavab uyğun gəlir A bəndinə. 65 ilə davam edək. Analoji bir məsələdir. Deyir ki, ekvator üzərində yerləşən, aralarında yerli vaxt fərqi 36 dəqiqə olan məntəqələr arasındakı məsafə xəritədə 33,3 santimetrdir. Xəritənin miqyasını müəyyən edin. Baxın, xəritədəki məsafə 33,3 santimetrdir və həqiqi məsafəni də biz müəyyən edək. 36 dəqiqə bərabərdir 9 dərəcə. 9 dərəcəni də kilometrə çevirəndə olur 999 kilometr. Biz miqyası tapmaq üçün 999-u 33,3-ə bölürük. O da edir 30 və 30-un yanına da 5 sıfır əlavə edirik. Doğru cavab olur 65-də C bəndi. 66 ilə davam edirik. Deyir ki, başlanğıc meridiandan birinci müşahidəçi 90 dərəcə azimutla 60 dərəcə. İkinci müşahidəçi 270 azimutla 75 dərəcə yol getdi. Müşahidəçilərin çatdıqları məntəqələrin yerləşdikləri saat qurşağını və onlar arasında demək, qurşaq vaxt fərqini hesablayın. Baxın, bu çox əslində sadə bir məsələdir. Bu olsun 0. Birinci müşahidəçi 90 azimutla 60 dərəcə. Bu 60 şərq uzunluğudur. İkinci müşahidəçi qərbə doğru, yəni 270 azimutla 75 dərəcə yol gedir. İndi baxaq. 60 şərq uzunluğudursa, 60-ı bölürəm 15-ə edir 4. Demək, birinci, dördüncü saat qurşağıdır. Digəri isə 75 qərb uzunluğudur. 75-i bölürəm 15-ə edir 5. 24-dən də 5 çıxanda edir 19. İndi baxın, bura qədər 4, bura qədər 5. Yerli vaxt fərqi də olur 9 saat. 4 və 19-cu saat qurşaqları. Doğru cavab 66-da olur B bəndi. 67-yə də baxaq. Deyir ki, Bakıda 1 yanvar yerli vaxtla 3:20-dir. Bu zaman 50 qərb uzunluğunda hansı gün və yerli vaxtla saat neçədir? Baxın, Bakı 50 şərq uzunluğudur. Bizə də soruşur ki, 50 qərb uzunluğu, yəni daha geridə olacaq. Biri qərb və biri şərqdə olduğu üçün biz bunları toplayırıq. Edir 100. 100-ü də bölürəm 15-ə. Elə bil ki, 6 dəfə olur. 6 dəfə 90. Qalıq da qalır 10. Onu da vururam 4-ə. Edir 6 saat 40 dəqiqə. Bu məntəqə demək daha geridə olacaq. 6 saat 40 dəqiqə. 3:20-dən çıxacam 6:40-ı. Əvvəlki gündən 24 saat əlavə edirəm 3:20-nin üzərinə. Edir 27:20. Ondan da çıxıram 6:40-ı. Təbii ki, bunu çıxa bilmirəm. Yazıram 27-ni 26 saat 60 dəqiqə. 26:100 olur. Daha doğrusu 26:80 olur. Bu 20 dəqiqanın da üzərinə gəlirəm. Çıxıram 6:40-ı. O da bərabər olur 20. 80-dən də 40. 20-40. Amma 1 yanvar yox. 31 dekabr. Çünki qərbdə olan məntəqələr şərqdə olan məntəqələrdən daha
Belə deyək də, qərbdəki şərqdən daha geridədir. İndi 68-ə də baxaq. Deyir ki, Bakının qurşaq və yerli vaxtı arasında fərqi müəyyən edin. Baxın, yadınızda saxlayın. Bakının yerli vaxtı 3:20-dir, qurşaq vaxtı da 3-dür. Bax, bunu qeyd kimi yadınızda saxlayın. Bakının yerli vaxtı 3:20, qurşaq vaxtı isə 3-dür. 3-cü saat qurşağıdır. Bunlar arasındakı fərq də avtomatik olaraq 20 dəqiqə olacaq. Bunu qeyd kimi yenə deyirəm, özünüzdə qeyd eləyin. 69. Londonun qurşaq vaxtı ilə yerli vaxtından, qurşaq vaxtı yerli vaxtından nə qədər fərqlənir? Əlbəttə ki, 0 dəqiqə fərqlənir. Çünki başlanğıc meridian 0 buradan keçir və yerli vaxtı ilə qurşaq vaxtı arasında heç bir fərq yoxdur. Buna görə doğru cavab olur B bəndi. 70-ci sualda davam edək. Deyir ki, şimal yarımkürəsində ikinci saat qurşağının orta meridianından 40 dərəcə paralel boyu 270 azimutla 5850 kilometr 8540 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatlarını müəyyən edim. Baxın, ikinci saat qurşağının orta meridianını tapmaq üçün 2-ni vuruq 15-ə edir 30 şərq uzunluğu və paraleldə 40 dərəcə paraleldir. Və biz qərbə doğru gedirik. 8540. 40 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir və 8540-ı 85,4-ə böləndə edir 100 dərəcə. 30 şərqdən də 100 dərəcə qərbə getsək çatırıq 70 qərb uzunluğuna. Enliyimiz də demək 40 şimal enliyi olaraq qalır. Doğru cavab olur B bəndi. İndi analoji sualla davam edirik. Deyir ki, şimal yarımkürəsində 22-ci saat qurşağının orta meridianından 40 dərəcə paralel boyu 90 azimutla 8540 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatlarını tapın. Məntəqə qərbdə yerləşir və 22-ci saat qurşağında yerləşir. 24-dən 22-ni çıxırıq, edir 2. 2-ni də vururuq 15-ə, edir 30 qərb uzunluğu. İndi biz, baxın, 30 qərb uzunluğundan şərqə doğru gedirik. Nə qədər gedirik? 100 dərəcə gedirik. Çünki bayaq 8540-ı bölmüşdükdə 85,4-də, o da elədi 100 dərəcə. 30 qərbdən 100 dərəcə şərqə gedəndə də biz çatırıq 70 şərq uzunluğuna. Demək, enliyi 40 şimal enliyi, uzunluğu isə 70 şərq uzunluğu olur. İndi deyir ki, xəriti sxemdə verilmiş A məntəqəsində yerli vaxtla 12:00-dır. Müvafiq olaraq B və C məntəqələrindəki yerli vaxtı müəyyən edin. B və C-ni müəyyən edək. Gəlin birlikdə. Əvvəlcə baxaq ki, A ilə B arasında nə qədər vaxt fərqi, neçə dərəcə fərq var? A 20 şərqdir, B 20 qərbdir. Bunlar arasında 40 dərəcədir. 40-ı bölürəm 15-ə, 2, qalıq olur 10. Onu da 4-ə vuranda edir 2 saat 40 dəqiqə. Demək, bu 2 saat 40 dəqiqə B A-dan geridədir. A-da da 12:00-dır. Bunu hər zaman olduğu kimi, demək, 12 saatı yazıram 11 saat 60 dəqiqə. Yəni, eyni mənasıya gəlir. Demək, 11-dən 2, 9, 60-dan 40, 20. 9:20. B-də olur 9:20. İndi gəlin C-ni tapaq. Əgər A 20 şərqdədirsə, C 120 şərqdədir. 120-dən çıxıram 20-ni, edir 100. 100-ü çevirək, qalıqlı bölürük 15-ə, 6, 90, 10, onu da 4-ə vuranda 40 dəqiqə.
Demək 6 saat 40 dəqiqə. 12:00-nın üzərinə də 6:40 gələndə o da edir 18:40. Doğru cavab demək 72-də olur A bəndi. 73 ilə davam edirik. Deyir ki, ekvator üzərində Greenwich meridianından 90 və 270 azimutla, yəni qərbə və şərqə uçan təyyarələrin çıxış nöqtəsindən başlayaraq hər birinin 9990 kilometr uçduqdan sonra endikləri məntəqənin yerləşdiyi saat qurşaqlarını müəyyən edin. Hər zaman olduğu kimi 9990-ı bölürəm 111-ə edir 90 dərəcə və daha sonra ekvatorla Greenwichi kəsişdirək. Əvvəlcə 90 dərəcə şərqə gedirik. O edir 90 şərq uzunluğu. Sonra da 90 dərəcə qərbə gedirik. O da edir 90 qərb uzunluğu. İndi baxaq bunlar hansı belə deyə saat qurşaqlarında yerləşir. Şərqdə yerləşəni tapmaq üçün 90-ı bölürəm 15-ə edir 6. Qərbdəkini də tapmaq üçün 90-ı bölürəm 15-ə edir 6. Amma 24-dən də 6-nı çıxıram. O da edir 18. Doğru cavab 73-də Y bəndi. İndi 74-də baxaq. Deyir ki, 12 və 24-cü saat qurşaqlarının orta meridianı arasındakı fərqi tapın. Baxın, 12-ci saat qurşağının orta meridianı dedik ki, 180 dərəcədir. 24-ün də 0-dır. Aralarındakı fərq əlbəttə ki, C bəndi olacaq. İndi deyir ki, 1 və 23-cü saat qurşaqlarının orta meridianı arasında ən az coğrafi uzunluq fərqini tap. Bu vaxtı belə deyək də, ən az sözünə əsasən biz bunu müəyyən edə bilərik ki, 1, birdəki 23, aralarında 2 saat var. 2 saat qurşağı var. 2-ni də 15-ə vururuq. O da edir 30 dərəcə, yəni B bəndi. 76 ilə davam edirik. Yer kürəsinin öz oxu ətrafında 150 dərəcə dönməsi üçün nə qədər vaxt lazımdır? 1 saata 15 dərəcə dönürsə, x saata 150 dərəcə dönəcək. O da olur Y bəndi. 76-da doğru cavab Y bəndi. 77. 3-cü saat qurşağının orta meridianı ilə Bakı şəhəri arasında yerli vaxt fərqini müəyyən edin. 3-cü saat qurşağının orta meridianı 45 dərəcədir. Bakıda 50 dərəcə şərq uzunluğundadır. 50-dən 45-i çıxıraq edir 5 dərəcə. 1 dərəcəni də 4 dəqiqəyə döndüyü üçün 5-i də vururam 4-ə edir 20 dəqiqə. 78 deyir ki, ərazilərində ən çox və ən az saat qurşağı olan müvafiq materiklər ən çoxu bildik ki, Antarktidadır. Bütün coğrafi uzunluqlar Antarktidadan keçir. Ən az da Avstraliyadır. Çünki Avstraliya qərbdən şərqə daha az məsafədə yerləşir. İndi 79-a baxaq. Deyir ki, A məntəqəsi 5-ci saat qurşağının orta meridianından 9 dərəcə şərqdə yerləşərsə, həmin məntəqənin coğrafi uzunluğunu və saat qurşağını müəyyən edin. 5-ci saat qurşağının orta meridianını tapmaq üçün 5-i vururuq 15-ə. O edir 75 şərq uzunluğu. 9 dərəcə şərqdədir deyirsə, biz nə etməliyik? 75-in üzərinə 9-u gəlirik. O da edir 84 şərq uzunluğu. 84 şərq uzunluğunu da qalıqlı 15-ə böləndə elə bil ki, edir 5, qalıq da olur 9, üzərinə də 1 əlavə edirik. Çünki qalıq 9-dur, 7 onda 5-dən böyükdür. Ona görə doğru cavab Y bəndi olur. 80-ə baxırıq. Deyir ki, Bakıda 90 dərəcə azimutda yerləşən, yəni bu Bakıdırsa 90 dərəcə azimutda, yəni şərqdə yerləşir və Bakı ilə yerli vaxt fərqi 3 saat 40 dəqiqədir. 3-ü vururam 15-ə 45, 40-ı bölürəm 4-ə 10, toplayanda edir 55 və
olan məntəqə hansı saat qurşağında yerləşir? Demək, 50-nin üzərinə 55 gəlirik, edir 105. 105-i də qalıqlı şəkildə 15-ə bölək. 6 edir, yox, elə 7 eləyəcək. 5, bəli, 7, qalıqda 0. Doğru cavab 80-də A bəndi, 7-ci saat qurşağı.